davamiyyət, düzgün sistem və doğru yönləndirmə. Bir sual məni uzun müddətdir ki, narahat edirdi. Mən də network marketinqlə məşğul oluram. Lakin hər zaman düşündüyüm bir mövzu var idi. Öncələr təbii ki. Niyə uğur qazana bilmirəm? Daha sonra anladım ki, bu işdə uğurlu olmaq üçün motivasiyalı olmaq yetmir. Motivasiya problem deyil burada. Burada lazım olan davamiyyət, düzgün sistem və doğru yönləndirmədir. Və ondan sonra dərk etdim ki, həvəsli olmaq bəs deyil bu işdə uğurlu olmaq üçün. Mən də bu yolun içindəyəm və burada sənə nə işləyir, nə işləmir, bunlar haqqında məlumat vermək üçün varam. Əgər sənə də maraqlıdırsa, düzgün sistem necə olur, harda səhv edirik, səhvəmi takib edə bilərsiniz. Bu arada yeni başlayanlar üçün 7 günlük başlanğıc planı PDF-i hazırlamışam və bu PDF-in içində gündəlik etməli olduqlarınız, ilk həftə fokusu və ən çox edilən səhvlər var. PDF-i isə sizlərə pulsuz təqdim edirəm. PDF-i əldə etmək üçün videonu qayd edin və yoruma PDF yazmağı unutmayın.